Maşın şovu yenidən başlayır. Bu layihə bilirsiniz ki, 2005-ci ildə Murad Dadaşov tərəfindən yaradılıb və ümumilikdə 288 iştirakçısı olub. İlk 4 buraxılışda isə bu şou sadə vətəndaşlar arasında keçirilirdi. Sonradan elə alındı ki, artıq bura məşhur simalar da cəlb edilməyə başladı və onların iştirakı ilə oldu. Azərbaycanda demək olar ki, Azərbaycan səhnəsində elə bir məşhur sima olmuyor ki, həmin bu layihənin iştirakçısı olmasın. Çox az belə insanlar ola bilər. Rafael Dadaşov, Allahverdi Yolçuyev, Aygün Kazımova, nə bilim, bir çoxları, Rafael Coşqun və s. Və bu layihə yenidən başlayır. Xəzər televiziyasının baş prodüsörü Toğrul Məmmədov belə bir paylaşım eləyib. Baxaq, yəqin ki, iyun ayının ortalarından təxminən bu layihə başlayacaq. Maraqlı olacaq. Azərbaycanın ən böyük televiziya layihələrindən biridir. Hələ o vaxt yadımdadır ki, 1 milyon manat civarında bu layihənin adətən büdcəsi olurdu.